Gəlin sizə bu gün də bir maraqlı çəkiş göstərib. Bilirsiniz ki, analog olmayan problemlər ancaq bizim servisdən çıxır. Nə baxın. Farsunka tamam. Birbaşa olaraq var, damcı var şırıltı ilə. Bura bir dənə əski tıxaq. Əl çəkmirik. Bura yox, ora yox. Silindirlərin başına əski tıxaq. Mən olub silindirdən çıxan bir dənə benzinə baxın. Narahat olmayın, 2 dənə yanğın söndürən balon var. Vur. Kodda. Koddan sağ. Tamam, o yaxşı. Görün Farsunka nə vəziyyətdə bırakır. Özüm ölüm sanki bir su krantıdır. Aç bir dənə buranı. Əskini götür. Silindri o vəziyyətdə benzin doldurur ki, ümumiyyətlə maşının qanyet etməkdən xəbəri yoxdur. Yəni, avtomobildə də problem nədir? Səhər xodlanıb pirboy vəziyyətdə işləyir. Gecədən səhərə qədər qalanda başlayır Farsunka bu vəziyyətdə yanacağı yanma kamerasına verməyə. Ona görə də bax bu vəziyyətdə problem yaradır. Biz də Farsunkaları stent etdik, daha da iğne oynadık yerindən. Ona görə də başlayır Farsunka bərbad vəziyyətdə axtmalar. Bir dənə Farsunka dəyişiləcək, problem bununla da aradan qalxacaq. Bunun üstə içerdə tax, 1.50 görən ustalar da var. Qədir bilinmir.